margarin, damarı tutur, sarımsaq, damarı açır, mayonez, damarı tutur, nar, damarı açır, sosiska, damarı tutur, cipsi, damarı tutur, qoz, damarı açır, zeytun, damarı açır, kartofli, damarı tutur, yağlı balıq, damarı açır. Çox təəssüf ki, günümüzdə məhz damarları tutan qidalardan daha çox istifadə edirik. Mənim sizə bir əczacı kimi tövsiyəm Kanur antixolesterin çayıdır. Çünki bu çay dərman deyil, damarlarımızı qoruyan qida əlavəsidir. İçildiyi zaman tərkibindəki bitkilər qanda zərərli xolesterinləri nəzarətə alır, məhz damarda tromb yaranması riskin sıfıra endirir. Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyər yağlanmasının qarşısını almağa kömək edir. Ürək, qan, damar sistemin dəstəkləyir, metabolizmanı sürətləndirir, şəkəri, təzyiqi normaya salmağa kömək edir. Xüsusən də artıq çəkidən əziyyət çəkən insanlara çox müsbət təsir edir. Bu çayı içməyə başladığınız andan etibarən özünüzü yüngül hiss edirsiniz. Bədəndə olan ödəmi atmağa da kömək edir. Ölkənin bütün apteklərində var. Olmasa da əczacılarımızdan xahiş edin, sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün ekrandakı ürəyi qızardıb məni takip etməyi unutmayın ki, sağlamlığınızın qeydinə qalan əczacınız Balaoğlanla hər zaman sağlam qalasınız.